Hər kəsi salamlayıram. Bugün mən Zulə yenə qarşınızdayım yeni bir reseptlə. Hər kəsin çox bəyəndiyi bir resepti hazırlamaq istədim. Qozlu kətə. Hazırlanması, belə deyim, tez olur və əminəm ki, dadını da hər kəs çox bəyənir. Daha yüngül reseptlərdən biridir. Gəlin əvvəlcə bizə resept üçün nələr lazımdır, onları sadalayım. Daha sonra keçək hazırlanmasına. Bir-bir hissə-hissə sizə hamısını göstərəcəm. 4 stəkan un, 180 qram kərə yağı, 1 stəkan xama, 2 ədəd yumurta, duz, 3-4 qaşıq şəkər tozu, qabartma tozu və içlik üçün bizə lazımdır qoz, şəkər tozu və hil. Demək, qozlu kətədə xəmiri biz umaçdan hazırlayırıq. Umaçlı xəmirlər, yəni umaçla əldə etdiyimiz xəmirlər daha kövrək olur. Ağızda yedikdə daha belə incə bir xəmiri hiss eləyirsiniz, ovulur. Ona görə bu xəmiri biz umaçdan əldə edəcəyik. Umaç üçün də bizə lazımdır əvvəlcə un, kərə yağı. Kərə yağı soyuq formada olur. İstəsəniz rəndə vasitəsilə və yaxud da əl vasitəsilə unla birlikdə umaç halına gətirə bilərsiniz. Mən daha asan olsun deyə rəndədən istifadə edəcəm. Kərə yağını rəndələyəcəm unla birlikdə və umaç halına gətirəcəm. İçərisinə isə vanili və qabartma tozunu əlavə etməyi unutmayın. Və üzərindən vanil qabartma tozu əlavə edirik. Şirniyyatlarınızda Azər südün 83% yağlılığı olan kərə yağından istifadə etsəz, əminəm ki, çox bəyənəcəksiniz. Umac əldə etmək üçün kərə yağını baxın, hissə-hissə una batırıram və mən rəndədən istifadə etdim. Belə olduqda daha səliqəli alınır, həm də işimiz daha rahat olur. Umacın üzərinə 3 qaşıq şəkər tozu əlavə edib qarışdırırıq. Daha sonra umacımızın üzərinə 2 ədəd yumurta və 1 stəkan xama əlavə edəcəm. Bu xəmirdə xamanı mütləq şəkildə istifadə edin, çünki xama ilə alınan xəmir daha gözəl olur. Bu formada yumurta, xama və əldə etdiyimiz umacı yaxşı-yaxşı qarışdırırıq. Daha sonra əlimizlə bir qədər yoğuracağıq. Biraz ələ yapışan xəmir olacaq və xəmirimizi təxminən 1 saat gözlətdirsək daha yaxşı olar. Çünki o zaman xəmirimizin mayası daha gözəl gələcək. 1 ədəd bu arada qabartma tozu tək istifadə etmişəm. O zaman dediyim kimi kətə daha yumşaq, daha gözəl alınacaq. Gördüyünüz kimi xəmir bir qədər ələ yapışan xəmirdir, amma çox kövrək və yumuşaq xəmir alınır. Xəmirimiz gördüyünüz kimi çox yumuşaq, birazca ələ yapışan xəmir alınır və xəmirin biraz daha özünə gəlməsi üçün mütləq şəkildə gözləməliyik. Ona görə onu isti bir yerdə təxminən 45 dəqiqə 1 saat saxlayacağıq. Xəmirimizi kənara yerləşdirdikdən sonra 1 stəkan qozu təxminən biraz da artıq olar. Burada xırdalacıdan keçirəcəm. İstəyirəm çox xırda etməyim, biraz dənəli qalsın, o zaman daha dadlı olur. Unutmamış qeyd edeyim ki, burada xırdalacıdan keçirdikdə şəkər tozunu da əlavə edə bilərsiniz içərisində. Mən içərisinə 2 qaşıq şəkər tozu və hil tozu da əlavə edib xırdalacıdan keçirəcəm. İçlik artıq hazırdır. Gördüyünüz kimi qozu mən çox xırdalamadım, un halına gətirmədim. İçərisində dənəli qozlar da var. Belə olduqda məncə qozlu rulet kətə daha dadlı alınır. Artıq içliyimiz də hazırdır, xəmirimiz də özünə gəlib, bir qədər qabarıb. İkinci dəfə də mayasının gəlməsi üçün mən artıq ruletləri bükdükdən sonra gözləyəcəm. Elə olduqda bütün reseptləriniz, istər bulka, yəni xəmir işi hazırladığınız bütün reseptləriniz daha uğurlu alınacaq. İndi hazırladığım xəmiri 2 kündəyə ayıracağım. Digər kündəni unlayıb kənara yerləşdirəcəm. Birinci kündədən artıq ruleti necə hazırlayacağıq, sizə onu göstərəcəm. Xəmir qeyd etdiyim kimi bir qədər ələ yapışan, belə kövrək bir xəmirdir. Umaçdan əldə etmişik. Gördüyünüz kimi necə pambıq kimi yumuşaqdır. Amma biz yenə də dediyim kimi çox un əlavə etmirik. Mən çünki istəyirəm çox yumşaq bir kətə alınsın və hətta növbəti gün, digər günlərdə qaldıqda o yumşaqlığını itirməsin. Ona görə unu çalışın, çox tökməyin. Düşünməyin ki, yəni xəmirin unu az olacaq. Hissə-hissə, yəni kontrollu şəkildə unu əlavə edin. İndi mən bir qədər üzərinə əlavə edirəm.
Xəmiri bu formada çox incə, nə də çox qalın olmayacaq şəkildə, baxın, beləcə açdım. İndi üzərinə əlavə kərə yağı və sair gəzdirməyə ehtiyac yoxdur, çünki xəmirimizin özündə kifayət qədər kərə yağı var. Və hazırladığımız içliyi hər tərəfinə bərabər şəkildə paylayırıq. İçərisində dənəli qoz olduğu üçün, mən də bu çox tökülməməsi üçün əlimlə biraz xəmirə bastırıram ki, çox tökülməsin. İçliyini bol sevirsinizsə, o zaman biraz da artıq əlavə edə bilərsiniz. Mən düşünürəm ki, kifayətdir. İndi ən baş hissədən xəmiri birazca, baxın, belə əlimizlə bastıraraq, içərisində çox hava qalmasın deyə, onsuz da havalı xəmir alınacaq, yəni özünüz nəticədə görəcəksiniz. Birazca əlimizlə bastıraraq, beləcə ruleti bükürük. Həm ona görə ki, dediyim kimi, içlik çox tökülməsin, çünki biz bunu indi böləcəyik və o formada mən qızardacağam. İstəsəniz, fərqli formalarda da, məsələn, mutaki formasında da bükə bilərsiniz. Mən düşünürəm ki, bu formada çoxlarımız belə bəyənirik. Həm də növbəti günə qaldıqda da heç bir quruma olmur, hətta daha dadlı olur deyərdim. Baxın, beləcə ruleti bükürəm. Ruletlərimizi bu formada soba qabına yerləşdiririk. Daha sonra üzərinə yumurta sarısı əlavə edib, istəsəniz çəngəllə belə cizgilər də qoya bilərsiniz üzərinə. Elə də olduqda görüntüsü daha qəşəng olur. Bir yumurta sarısı kifayətdir. Bir soba artıq kətə üçün, belə deyim. Bu qədər artıq işimizi bitirdik. İndi göndərirəm kətələri sobaya. 180 dərəcəlik sobada alt-üst rejimdə bişirəcəyik. Bu qədər artıq qozlu kətələrimiz hazırdır. Gördüyünüz kimi görüntü artıq hər şey deyir. Çox bir şey deməyə ehtiyac yoxdur. İndi istidir. Biraz soyusun, qablara əlavə edəcəm.